Sual nədir? Birinci sualda ayın ədədi silsiləsində A3-ü verib və bizə belə verib. Bu, rekurrent, buna deyirlər rekurrent münasibət. Ümumiyyətlə, heç burada ədədi silsilə yazmağı da artıqdır. Ədədi ardıcıllıq desəydi bəsidir. Çünki, niyə? Çünki ədədi silsilənin ümumi yazılışı nə idi? Ayın plus 1 və yaxud da ki, ayın deyək, fərqi yoxdur. Ayın plus nə idi? Deyil. Yəni, hər dəfə silsilə fərqi qədər nə inirdi? Artırdı. Yəni bu bildiyiniz D bərabərdir 5, A3 də bərabərdir 7-dir. Yəni bir ədədi silsilədir. Mən bu 2023-ü də özümdən qoymuşam. Yəni sizi sadəcə qorxutmaq istəyirəm. Deməli bu elə adi ədədi silsilədir. Yəni bunu yazacaqsınız A1 plus 2-dir, bərabərdir 7. Buradan geri gələndə də A1-i tapacaqsınız. A2023-ü tapacaqsınız. Amma tutaq ki siz bunu görmədiniz. Məsələn, ədədi silsilə olduğunu bilmədiniz. Onda nə etməliydiniz? Başlayırsınız ayın plus 1 çıxılsın, ayın bərabərdir 5 yazırsınız. Və fikir verin A3-dən başlayır. Deməli mən başlayıram N-ə 3 verməyə. N-ə 3 verəndə bura A4 olur, burada A3 olur. Bax, bura olur 5. Sonra N-ə başlayıram ardıcıl. 4 verməyə. Onda bura olur A5 çıxılsın, A4 bərabərdir 5. Və bu şəkildə ta gəlirəm 2023 olması üçün N-ə verirəm 2022. Onda baba bu şəkildə gedir. Olur A2023. Müəllimlər mikrofonu qaldıralım. A2022 bərabərdir 5 olur. Bax bu bizə nəyi xatırladır? Sistemi. Fikir verin, siz burada tərəf-tərəfə toplamaqla bunlar islah gedir. Anlata bildinmi? Bəli, müəllim. Yəni əgər ədədi silsiləni siz görməsəydiniz. Burada da neçə dənə var ki? 3 olanda 5 dənə. Müəllim, kiminsə səsi açıqdır deyə səsiniz qırılır, eşitmək olmur. Və ola bilər sizin internetdəndir. Yəni ümumi halda ədədi silsilə nə idi? Ayın bərabərdir ayın minus 1 plus D şəklində yazılan ədədi silsilə idi. Bunu bilin. D-yə də nə deyirdilər? Silsilə fərqi deyirdilər.